Hər vaxtınız xeyirli olsun dəyərli dostlar. Belə bir möhtəşəm 4 otaq 6 qarajlı 3 sotda inşa olmuş möhkəm bir həyət evi çəkib təqdim edirəm. Yerləşməsi daha idealdır. Qiyməti ondan da idealdır. Deməli, Masazır qəsəbəsində Yeni Bakı yaşayış kompleksinin arxasında yerləşir. Vaz dairəsində Təzə Saray Novxanı yolunun 200 metrliyindədir bu ev dəyərli dostlar. Evin bir 30 metrliyində marşrut keçir. Yeni Saray yolunun da bir 200 metrliyindədir. Birinci radardan sağa dönürsünüz, bu ərazidədir. 3 sotda inşa olunub dövlət ipotekasına yararlı paket kutuçalı evdir. Həyətənin sahə bu qaydadadır dəyərli dostlar. 130 kvadrat metrli bir evdir. 6 hissəsi qarajdır. Qabançıq daşlarla üzlənib fasad görünüşü. Görürsünüz, əla işləmələr mövcuddur bu evdə dəyərli dostlar. Qaraj sahəsini mən sizə göstərəcəm. Evin arxa tərəfinə də keçid qoyulub daxildən. Kombo aparatının yeri buradır dəyərli dostlar. Qazın suyun işığın fasiləsi olduğu mərkəzi kanalizasiyasının fəaliyyət göstərdiyi bir ərazidə. Baxın, bütün 6 hissəyə keçid qoyulub. Rahatlıqla bu hissələrdən istifadə edə biləcəksiniz. Əlavə əşyaların yığılması üçün bu hissəyə də 2 maşın daxil ola bilər. Evin arxasına da keçid qoyulub. Həyətənin sahəni görürsünüz dəyərli dostlar. Ev təmiri yenicə yekunlaşıb və təmirdən sonra yaşayış olmayıb. Qazın suyun işığın fasiləsi olduğu mərkəzi kanalizasiyanın fəaliyyət göstərdiyi bir ərazidir. Dediyim kimi fasadı qabançıq daşlarla üzlənib, evin gecə görüntüsü xüsusi gözəldir. Ancaq indi vaxt etmişik deyə indi çəkib təqdim edirik. Ətrafda tamamilə böyündür yaşayışlı evlərdən ibarətdir. Həyətənin sahə bu qaydadadır. Daxil oluruq evə dəyərli dostlar. Görün necə gözəl təmirə sahibdir. 4 otaqlı evdir. 3 sotdur. Bu ərazidə torpağın 1 sotunun qiyməti. Bilənlər onsuz da bilir, bilməyənlər də istənilən vaxt istədiyi formada maraqlana bilər. Torpağın 1 sotunun qiyməti 20-25 mindir. 3 sot ərazisi təksirli hardan baxsaq 75-80 min torpağın qiyməti eləyir. Bu boyda deyil, evin ilkin qiyməti 149 min manatda alıcılarla razılaşma mümkün. Alıcılara yaxşı endirim olunacaq. Bura evin zal hissəsidir. Belə bir zal hissə televiziya üçün stend yığılıb. Geniş vitraj pəncərələrdir. Komiserinin xəttə, televiziyanın xəttə hər biri çəkilib hazır vəziyyətdədir. Evin ilkin qiyməti qeyd etdiyim kimi 149 min manatda alıcılara endirim olunacaq. Daha sonra buradan mən sizə yataq otaqlarını göstərim. Burada belə bir yataq otağı ailəsi nəzərdə tutulmuş. Ümumilikdə 4 otaqdan ibarətdir. 3 ədəd yataq otağı, sanuzel, mətbəx və zal hissə. Buraya evin sanuzel döşəməsi, isti döşəmədir. Duş kabin üçün də yer ayrılıb. Belə bir sanitar qovşaq və hamam otağı. Burada belə bir yataq otağı. Baxın, çox səliqəli formada təmir olunmuş bir evdir dəyərli dostlar. Burada isə sonuncu yataq otağı. Tam açıq görürsünüz, otağın daxilindən qoyulub ki, koridorda görüntü itməsin. Burası evin mətbəx sahəsidir. Mətbəx və zal hissə evin öz həyətənin sahəsinə baxır. Evin ilkin qiyməti 149 min manatda alıcılara endirim olunacaq. Çox əla qiymətdən təklif olunur. Alıcılarla razılaşma mümkündür. Əla yerləşməlidir. Təzə Saray Novxanı yolunun üzərində paket kutuçalı dövlət ipotekasına yararlı evdir. Sağ olun dəyərli dostlar, hələlik.